Səliyyə rayonunda yerləşən insanların kütləvi əyləşdiyi Hacıoğullar restoranında antisanitariya hökm sürür. Məlumata görə restoranın içərisində uçan quşlar yemək qablarının üzərində, ətrafda və yeməklər olan ərazidə belə gəzir. Bu fakt açıq antisanitariya olmaqla yanaşı, qida təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması deməkdir və müştərilərin sağlamlığını birbaşa risk altına qoyur. Qanunvericiliyə əsasən ictimai yaşayış obyektlərində heyvan və quşların qida ilə təmasda olması qəti qadağandır. Quşların restoranda olması müştərilər tərəfindən də heç xoş qarşılanmır. Görəsən bu kimi halların restoranın içərisində baş verməsi rəhbərlik və işçiləri narahat etmirmi? Anlaşılan odur ki, əgər rəhbərlik və işçilər narahat olsaydılar, bununla bağlı indiyə kimi hansı bir tədbir görərdilər. Məsələ ilə bağlı əməkdaşımıza danışan Hacıoğullar restoranının administratoru Məhəmməd bəy bildirib ki, məsələ ilə bağlı tərəfindən tədbir görüləcək. Tək elə olsun Məhəmməd bəy. İnanırıq ki, Qida Təhlükəsizliyi Agentliyi də adı çəkilən restoranda araşdırma apararaq lazımi tədbirlər görəcək. Rəna Rövşən qızı, BTV.